Hər vaxtınız xeyir uşaqlar. Toplu 2025-dən deməli müəyyən sualların işlənməsinə davam edirik. Mövzumuz xatırlayırsınızsa bundan əvvəlki mövzumuz əsas trigonometri yeniliklər idi. 1-dən 50-yə qədər suallar işləmişdik. İndi isə 50-dən sonraki suallarla davam edirik. 51-ci suala baxaq. Deməli, qələm qaydasına salım. Hə, söhbət sualla gedir. 51-ci sual. Sinüs kvadratı alfa çıxaq 5 sinus alfa üstə gələk 6 kosinus kvadratı alfa üstə gələk 2 sinus alfa çıxaq 1 kəsirini ixtisar edir. Yaxşı, maraqlıdır. Kosinus kvadratı bərabərdir. Deməli, hələ sürətə dəymirəm. Sinus kvadratı alfa. Bunu parçalayıram. Çıxaq 2 sinus alfa çıxaq 3 sinus alfa üstə gələk 6. Bunu isə 1 çıxaq sinus kvadratı alfa üstə gələk 2 sinus alfa çıxaq 1 şəklində yazırıq. Bunlar islah olunur, bərabərdir. Birinci ikisindən sinus alfanı çıxardıram. Olur sinus alfa çıxaq 2. Mənfi 3'ü çıxardıram. Sinus alfa çıxaq 2. Burada da deməli mənfi sinus alfanı çıxardıram. Sinus alfa çıxaq 2 qalır. Bərabərdir. Sürətdəki sinus alfa çıxaq 2'ni çıxardırıq. Sinus alfa çıxaq 3. Burada da mənfi sinus alfa çıxaq 2. Bunlar ixtisar olunur. Və mənfində sürəti məxrəcə vursaq, burada 3 çıxaq sinus alfa bölək sinus alfa qalır. Deməli, 51'də doğru cavab D-dir. 53'ə baxaq. 53 belədir. Deyir ki, əgər 1 üstə gələk sinus x bölək kosinus x bərabərdir 3'də 1 olarsa, kosinus x bölək 1 çıxaq sinus x ifadəsinin qiymətini tapır. Güman yarım argumenti keçmək lazımdır yəqin ki. Baxaq da görək. Bu yuxarıki eləyir, deməli, sinus kvadratı x bölək 2 üstə gələk kosinus kvadratı x bölək 2, 1. Bunda yarım argumentə keçirəm 2 sinus x bölək 2, kosinus x bölək 2. Aşağıki da kosinus kvadratı x bölək 2 çıxaq sinus kvadratı x bölək 2 bərabərdir 3'də 1 edir. Baxaq görək buradan nə alınır? Yuxarıki. Hələ birinci kosinusu yazıram. Kosinus alfa. Kosinus x, daha doğrusu x bölək 2. Kosinus x bölək 2 üstə gələk sinus x bölək 2 kvadratı. Bunda kvadratla fərqi kimi yazsaq, kosinus x bölək 2 çıxaq sinus x bölək 2. Bu da kosinus x bölək 2 üstə gələk sinus x bölək 2 bərabərdir 3'də 1 eləyir. İxtisar gedir və qalır belə bir şey. Kosinus x bölək 2 üstə gələk sinus x bölək 2. Burada da kosinus x bölək 2 çıxaq sinus x bölək 2 bərabərdir 3'də 1. Yaxşı.
Buradan da sürət məxrəci kosinus x bölü 2'ye vursaq, 1 çıxaq tangens x bölü 2. Burada da 1 çıxaq, daha doğrusu yuxarıda 1 üstə ilə, burada 1 çıxaq tangens x bölü 2 bərabər 3'də 1. Çarpaz vuraq da buradan alınır ki 3 çıxaq 3 tangens 3 üstə gələ 3 tangens x bölü 2 bərabər 1 çıxaq tangens x bölü 2. Bu da 4 tangens x bölü 2 bərabər mənfi 2'ye. Tangens x bölü 2 bərabər mənfi 2'də 1 edir. İndi isə keçək bu birsinə. Bu birsinə bu da kosinus x 1 çıxaq sinus x isə bayaqki kimi belə yaza bilərik. Kosinus kvadrat x bölü 2 çıxaq sinus kvadrat x bölü 2. Burada da ki bunu da yazmaq olar. Kosinus x bölü 2 çıxaq sinus bölü x bölü 2'nin kvadratı. Buradan da ixtisarlar gedəndə kosinus x bölü 2 üstə gələk sinus x bölü 2. Buradan da kosinus x bölü 2 çıxaq sinus x bölü 2. Heç bu birsinə ehtiyac da yox, elə bu kifayət eləyir. Sürət məxrəci kosinusa böləndə 1 üstə gələk tangens x bölü 2. Burada da 1 çıxaq tangens x bölü 2. Bu isə görürsünüz eyni şeymiş deyəsən. Üstə gələk çıxaq. Burada da düz negativ. Bu da 3'də 1 imiş. 3'də 1. Əgər diqqətsizlik eləmədiksə 3'də 1 olmalıdır. Yaxşı. Amma hər biri çoxla müxtəlif suallardır. Elə bu 52'nin özü də işlənməz sualdır. Kotangensi məncə yarım arqumentə keçmək olar. Yoxsa elə kotangensi gəl işləyək, bunu da işləyək. 52'ni də işləyək, görək 52'də nə var. Yaxşı. 52. Yazıb ki sinus x 1 çıxaq kosinus x çıxaq kotangens x bərabər belə yazaq da burada sinus x 1 çıxaq kosinus x burada da çıxaq kosinus x bölü sinus x. Ortaq məxrəcə gətirək. Sinus kvadrat x çıxaq. Belə bulanda çıxaq kosinus x üstə gələk kosinus kvadrat x alınır. Buradan da 1 çıxaq kosinus x vuraq sinus x edir. Bu da yuxarıda sinusla kvadratlar bu 1 çıxaq kosinus x eləyir. Kosinus x. Bu da 1 çıxaq kosinus x vuraq sinus x eləyir. Bunlar gedəndən sonra 1 bölək sinus x qalır. D variantı eləyir. 53 elədik, 54'ə baxaq. Bu ifadəni bir sadələşdirim. Yaxşı, 54'cü. Belədir. 1 çıxaq tangens x 1 üstə gələk tangens kvadratı x üstə gələk 1 üstə gələk kotangens x burada da 1 üstə gələk kotangens kvadrat x maraqlıdır. 1 üstə gələk tangens elə bu 1 üstə gələk gümanım bəlkə eynilikdən istifadə eləyək. Belə bir şey eləməklər. Burada 1 çıxaq tangens x, burada da 1 bölək kosinus kvadrat x-dir. Baxaq gələk, belə alınır. Burada da 1 üstə gələk kotangens x, burada da 1 bölək sinus kvadrat x-dir. Tərsinə vursaq, kosinus kvadrat x, burada da 1 çıxaq
Sinüs x bölek kosinüs x olurdu. Üste gelek sinüs kvadratı x. Burada da bir üste gelek kosinüs x bölek sinüs x beraber kosinüs kvadratı x çıxar. Sinüs x kosinüs x üste gelek sinüs kvadratı x buranda üste gelek kosinüs x sinüs x. Bundan bu gedir ikisi də ki əsas triqonometriya yeniyə görə birilik cavab D variantıdır. İndi 55'e baxaq. Bu təmizləyək rahat. 55-ci sual. Elədir. Deyir ki, y bərabərdir. 1 bölək sinus kvadrat x. Sonra üstə gələk 1 bölək kosinus kvadrat x. Bərabərdir. Bunu bir qədər qeyri-ənənəvi yolla yazacaq. Bunu bir üstə gələk kotangens kvadratı x yox, elə olmur deyəsən. Sən elə olmur. Biraz uzun gedir, elə fikirləşəndə gəlin ortaq məxrəcə gətirək. Ən rahat olur. Deməli, burada sinus kvadrat x, üstə gələk kosinus kvadrat x. Burada da sinus kvadrat x, kosinus kvadrat x. Bir bölək, bunu da belə eləyirəm. Yəni, 4'də 1 vuraq 4 sinus kvadrat x, kosinus kvadrat x. Bu da bərabərdir 4 bölək. Sinus kvadratı 2x. Düzdür mü? Yaxşı. Bu 1 olanda sinus kvadratı alır 4'dür. Elə sinus kvadratı da sıfıra qədər kiçilə bilər. Yəni sonsuz kiçildikdə 4 də sonsuz böyüyür tərsinə. Deməli, bura 4 olur. Sinusun ən böyük qiymətində və ən kiçik qiymətində 4 müsbət sonsuz. Çünki məxrəc sonsuz kiçildikcə sıfıra sağdan yaxınlaşır. Ona görə 4 bölək 0 belə deyək ki, müsbət sonsuza qədər böyüyür. C variantıdır. Keçək 56'ya. Belədir. Tangens alfa bərabərdir 2 olduqda sinus kubu alfa yox, kosinus birincisi kosinus kubu alfa üstə gələk sinus kubu alfa. Burada da sinus kubu alfa üstə gələk 3 sinus kvadrat alfa kosinus alfa. Deməli, kosinus kubuna bölürəm sürəti məxrəci kəsirin əsas xassəsinə görə standart misaldır uşaqlar. Bu tangens kubu alfa eləyir. Kosinus kubuna böləndə bu tangens kubu alfa. Üstə gələk 3 tangens kvadrat alfa eləyir. Bu da bərabərdir. Onu da yerinə yazırıq. 1 üstə gələk 8 2'nin kubudur bu. 8 üstə gələk 3 vuraq 4. 9, burada 12, 20'də 9 deyilən bir cavab var mı? Y variantı. Yaxşı. Baxaq. 57. Görək 57'də nədir? 57'də deyir ki, maraqlı sualdır. 57. Deyir kotangens 34'də 7x bərabərdir 7 olarsa kosinus 17'də 7x xatirinizdədirsə, yaxşı, buradan belə deyə bilərik ki, tangens düşünürəm ki, ən asan yolu bu olmalıdır. 7x bölək 34 bu 7'də 1.
Bir də xüsusi düsturlar var. Kosinus 2 alfa bərabərdir. 1 çıxaq tangens kvadratı alfa bölü 1 üstəgələk tangens kvadratı alfa. Bax, bundan istifadə etməliyik. Onda bu kosinus 7x bölü 17. Çünki bu 7x bölü 34'ün 2 qatıdır. Bu eləyir 1 çıxaq tangens kvadratı 7x bölü 34 bölü 1 üstəgələk tangens kvadratı 7x bölü 34 eləyir. Bu da bərabərdir. 1 çıxaq 7'də 1'in kvadratı 49'da 1. 1 üstəgələk 49'da 1 eləyir. Bu da bərabərdir. 49'a vuranda sürəti məxrəcdir. 49'dan 1 çıxanda 48, 50. Görək bu 0,96. Deməli, onluq kəsirlə bax bunu verir. 58'ə baxaq. Söhbət bu çalışmadan gedir. Deməli, kosinus kubu alfa 1 üstəgələk sinus alfa çıxaq sinus kubu alfa, burada da 1 üstəgələk kosinus alfa eləyir. Nə etmək olar? Düşünürəm ki, bunu ortaq məxrəcə gətirmək lazımdır. Görək nə olur. Yaxşı, kosinus kubu, sinus kubu. Baxaq da 1 üstəgələk sinus alfa, 1 üstəgələk kosinus alfa. Buradan da belə bir şey alınır. Çarpaz vuranda kosinus kubu alfa üstəgələk kosinuslu 4 alfa çıxaq sinus kubu alfa çıxaq sinus üstü 4 alfa. Maraqlıdır. Bunun üçün daha uzaq yol getməyə dəyərmi? Əgər 1 çıxaq sinus kvadrat alfa eləsək, sinus alfa qoysaq, bunda 1 çıxaq kosinus kvadrat alfa eləsək, gəlin bir başqa yola yox yaşarlar. Yəni, düşünürəm ki, belə daha rahat olur. Baxaq, məsələn, belə düşünürəm ki, məsələn, bunu belə yazmaq olur. Yəni, kosinus alfa vuraq, 1 çıxaq sinus kvadrat alfa kimi bölək, 1 üstəgələk sinus alfa çıxaq. Bunu da sinus alfa vuraq, 1 çıxaq kosinus kvadrat alfa kimi, bu da 1 üstəgələk kosinus alfa bərabərdir. Məsələn, belə bir şey eləmək olar. Kvadratlar fərqi kimi yazıram. Kosinus alfa 1 çıxaq sinus alfa, 1 üstəgələk sinus alfa, aşağıda da 1 üstəgələk sinus alfa. Məncə bu daha rahat olmalıdır. Burada da sinus alfa 1 çıxaq kosinus alfa, 1 üstəgələk kosinus alfa edir. Burada da 1 üstəgələk kosinus alfa. Bundan bu gedir, bundan bu gedir. Bərabərdir. Vurub açıram kosinus alfa çıxaq. Kosinus alfa sinus alfa çıxaq sinus alfa üstəgələk kosinus alfa sinus alfa. İslahlar gedir. Kosinus alfa çıxaq sinus alfa qalmalıdır. Bəli, düşündüyüm kimidir. Yaxşı. Keçək 59'a. 59 belədir. 59'un 60 eyni tipdədir. Ona görə 59'u yazaq. 60'ı sərbəst özünüz yazarsınız. 3 vura 1 çıxaq sinus alfa kosinus alfa vuraq tangens alfa.
Üste gələk 3 sinus kvadrat alfa üstə gələk 2. Bu ifadəni deyir sadələşdir. 3 vuraq 1 çıxaq sinus alfa kosinus alfa vuraq sinus alfa bölək kosinus alfa. Üstə gələk 3 sinus kvadrat alfa üstə gələk 2 bərabər 3 vuraq 1 burada yazırıq ki 1 çıxaq sinus kvadratı alfa üstə gələk 3 sinus kvadratı alfa üstə gələk 2. Bunu da vurub açıram 3 çıxaq 3 sinus kvadratı alfa üstə gələk 3 sinus kvadratı alfa üstə gələk 2. Silahlar gedir, cavab 5'dir. Deməli, üzr istəyirəm, 59'da cavab 5'dir. 60 da həmin tipdədir, ona görə onu özünüz sərbəst yaza bilərsiniz. Keçirik növbəti səhifəyə. Yaxşı. 61'də. Nə tələb edir? Söhbət sualdan gedir. Yazıb ki, tangens alfa üstə gələk. Kotangens alfa bərabərdir 4 olarsa, tangens kvadrat alfa üstə gələk kotangens kvadrat alfa nəyə bərabər? Bax, bu ifadənin hər iki tərəfini kvadrata yüksəldirəm. Deməli, alırıq. Tangens alfa üstə gələk kotangens alfa kvadratı bərabər 16'dır. Bu tangens kvadratı alfa üstə gələk kotangens kvadratı alfa üstə gələk 2 tangens alfa vuraq kotangens alfa bərabər 16. Bilirsiniz ki, tangens, kotangens qarşılıq tərs ədədlərdir. Tangens kvadrat alfa üstə gələk kotangens kvadrat alfa 2 eləyir. Bu üzaddadan da 14'dür. Deməli, doğru cavab 14. Yaxşı, 62, 63 eyni tipdədir. 63'ü yazaq. Deməli, 63'də belədir. Kosinus kvadratı alfa 1 üstə gələk sinus alfa üstə gələk kosinus kvadratı 63'dən də x-dir. Mən alfa yazdım, eyb yoxdur. 1 çıxaq sinus alfa. Bunu belə yazıram. 1 çıxaq sinus kvadratı alfa 1 üstə gələk sinus alfa üstə gələk. Bunun da əvəzinə 1 çıxaq sinus kvadratı alfa 1 çıxaq sinus alfa yazıram. İxtisarlar gedəndə burada 1 çıxaq sinus alfa üstə gələk. Burada da 1 üstə gələk sinus alfa qalır. İslah gedəndən sonra cavab 2'dir. Deməli 63'də də doğru cavab 2'dir. Yaxşı. 64 də biraz fərqli çalışmadır, yazmaq lazımdır. Yazaq uşaqlar. 64 belədir. Deyir ki, sinus üstü 6 alfa üstə gələk. Kosinus üstü 6 alfa üstə gələk. 3 sinus kvadrat alfa kosinus kvadrat alfa çıxaq bir ifadəsini sadələşdirin. Bunu yazıram. Bərabərdir. Birincisi sinus kvadratı alfanın kubu üstə gələk. Kosinus kvadratı alfanın kubu üstə gələk. 3 sinus kvadratı alfa kosinus kvadratı alfa çıxaq bir bərabər. Eləyir sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa sinus 4 alfa üstə gələk kosinus 4 alfa çıxaq sinus kvadratı alfa kosinus kvadratı alfa üstə gələk
3 sinüs kvadrat alfa kosinüs kvadrat alfa çıxaq 1. Bu 1'dir, getdi. Mötərizəni açanda isə belə bir ifadə alınır. Bərabərdir sinüs üstü 4 alfa kosinüs üstü 4 alfa üstə gələk 2 sinüs kvadrat alfa kosinüs kvadrat alfa çıxaq 1. Bu da bərabərdir. Bu gördüyünüz müxtəsər olma düsturunu verir. Sinüs kvadrat alfa üstə gələk kosinüs kvadrat alfa kvadrat. Bu da 1 çıxaq 1 cavab 0 yanır. Deməli, burada doğru cavab 0'dır. 65'e baxaq uşaqlar. Görək 65'də nə soruşur? Bu sualdan söhbət gedir. Deməli, 65'də yazıb ki, tangens alfa bərabərdir. 2'də 1 olarsa, 8 çıxaq 5 kosinüs kvadrat alfanı tap. Tapaq da kosinüs kvadrat alfanın əvəzinə yazırıq ki, bərabərdir. 8 çıxaq 5 vuraq 1 bölək 1 plus tangens kvadratı alfa. Yəni, bu xatirinizdə da 1 plus tangens kvadrat alfa bərabər 1 bölək kosinüs kvadrat alfadır. Bu düsturdan istifadə edirik. 8 çıxaq 5 bölək 1 plus tangens kvadratı da 4'də 1 eləyir. Bərabərdir 8 çıxaq 5 bölək 4'də 5. Bu da 8 çıxaq 4 bərabərdir 4 elədir. 65'də doğru cavab 4 eləyir. 66'da bu dədir. Yaxşı. 67'yə baxaq. Deyir ki, A-nın hansı natural qiymətində bu bərabərlik? 67'də tangens 3A kvadratı üstə gələk 5A üstə gələk 8 və kotangens 2A kvadratı üstə gələk 9A üstə gələk 20 bərabər. Bilirsiniz ki, bunlar arqumentlər eyni olanda doğrudur. Məsələn, tangens x vuraq kotangens x 1'ə bərabərdir. Ona görə bunları bir-birinə bərabərləşdir. 3A kvadrat üstə gələk 5A üstə gələk 8 bərabərdir 2A kvadratı üstə gələk 9A üstə gələk 20. Eyni tərəf adladığında A kvadratı çıxaq 4A çıxaq 12 bərabər 0 edir. A1 6'dır, A2 bərabərdir mənfi 2'dir. Mənfi 2, bu da natural qiymətini soruşur. Mənfi 2 sayılmır, deməli 6'dır. Doğru cavab 6'dır. Və 68'də də həmin üsuldan istifadə edirik. Çünki burada da eyni arqumentdən söhbət gedir. Keçirik 69'a. Söhbət bu çalışmadan gedir. Yazıb ki, kotangens alfa 3'də 1 olarsa, sinüs kvadrat alfa çıxaq sinüs üstü 4 alfa sinüs üstü 4 alfa ifadəsinin qiymətini tapın. Tapaq da sinüs kvadrat alfanı çıxardanda bu 1 çıxaq sinüs kvadratı alfadır. Böyle birbaşa kotangens yazmaq olar düşünürəm ki. Yazaq da 1 bölək 1 plus kotangens kvadratı alfa vuraq. Bu da sadəcə 1 çıxaq 1 bölək 1 plus kotangens kvadratı alfa edir. Bərabərdir. Bu 1 bölək 1 plus 9'da 1'dir. Bu da 1 çıxaq
Bir bölek bir plus 9'da bir de beylik beraberdi. Yani 9'da 10, 10'da 9 beyledi. Vuraq. Bir çıxaq 10'da 9 da budur. 10'da 9 vuraq 10'da 10'da 1'dir. 10'da 1'dir. Deməli, bu da 0 tam yüzde 9 edir. 0 tam yüzde 9 deməli. Səhv eləmədiksə bu 0 tam yüzde 9 eləyəcək. Yaxşı, yaxşı. 70'ə baxaq uşaqlar. Bunu silirəm hələlik. Səhifəni təmizləyək. Deyir ki, 70'də belədir. Tangens x üstə gələk kotangens x bərabərdir 3 olarsa, tangens kubu x çıxaq kotangens kubu x tangens x çıxaq kotangens x-i tapın. Müxtəsər buna düsturunu tətbiq edir. Bu tangens x çıxaq kotangens x yaxşı tangens kvadratı x üstə gələk kotangens kvadrat x üstə gələk tangens x vuraq kotangens x edir. Burada da tangens x çıxaq kotangens x edir. Bununla bu gedir. Bu ikisi 1'dir bildiyiniz kimi. Onda tangens kvadrat x üstə gələk kotangens kvadrat x üstə gələk 1 aldır. Hələlik bunu dayandırıq. Bax, bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəldirəm. Onda tangens x üstə gələk kotangens kvadratı bu 9 edir. Onda tangens kvadratı x üstə gələk kotangens kvadratı x üstə gələk 2 tangens x kotangens x bərabərdir 9 edir. Onda tangens kvadratı x üstə gələk kotangens üstə gələk 2 bərabər 9. Bu isə tangens kvadratı x üstə gələk kotangens kvadratı x bərabərdir 7 edir. Və bu qiyməti burada yerinə yazırıq. 7 üstə gələk 1 cavab 8 deməli. 70'də doğru cavab 8 etməlidir. Keçək 71'ə. 71'ə. 71. Söhbət bu sualdan gedir. Yazır ki, sinüs alfa bərabərdir. Kotangens alfa olarsa, soruşur 4 çıxaq kosinüs kvadrat alfa çıxaq kosinüs alfanı soruşur. Bərabərdir nəyə? Yaxşı. Bilirsiniz, bu sinüs alfa bərabərdir. Kosinüs alfa bölək sinüs alfa edir. Hər tərəfi bulanda da sinüs kvadrat alfa bərabərdir kosinüs alfaya. Onda 1 çıxaq kosinüs kvadrat alfa bərabərdir kosinüs alfa edir. Kosinüs kvadrat alfa üstə gələn kosinüs alfa bərabərdir 1 ilə. Onu saxlayırıq yadda və buradan davam edirik. Bərabərdir 4 çıxaq mötərizənin içində kosinüs kvadrat alfa üstə gələn kosinüs alfa. Bu da bərabərdir 4 çıxaq 1. Görürsünüz ki, burada 1'ə bərabərdir. Doğru cavab 3 elədir. Deməli, 71'də doğru cavab 3'dür. Yaxşı.
Baxaq 72-ci çalışmaya. Yetmiş ikidir. Deyir ki, tangens alfa üstə gələk. Kotangens alfa bərabərdir 3 olarsa, tangens kvadratı alfa çıxaq 1 bölək sinus alfa vuraq 1 bölək kosinus alfa üstə gələk kotangens kvadratı alfa. Yaxşı, bunu kvadrat kosinus kvadratı eləsək nə verər bu bizə? Alfa 1 bölək kosinus kvadratı bölək kosinus kvadratı eləyəndə bu üstə 4 kosinus alfa bərabərdir. Görürsün, buradan görünür ki, 2 dənə əməliyyat aparmalıyıq. Bax, biri tangens kvadrat alfa üstə gələk kotangens alfanı bir qruplaşdıran, bir də çıxaq 1 bölək sinus alfa kosinus alfa kimi yazılacaq. Deməli, bərabərdir. İndi bunu sağ tərəfdə bir dəfə kvadrata yükəldiririk. Tangens alfa üstə gələk kotangens alfa kvadratı bərabərdir 9'dur. Buradan da tangens kvadratı alfa üstə gələk kotangens kvadratı alfa üstə gələk 2 tangens alfa kotangens alfa bərabər 9'dur. Bunlar getdi. Onda tangens kvadratı alfa üstə gələk kotangens kvadratı alfa 7'lər. Deməli, bax, bu ifadə 7'dir. Yazırıq 7 çıxaq. Bundan başqa, bax, biz bu tangens alfa üstə gələk kotangens alfa bərabərdir 3'ü. Tangensi yazıram sinus alfa bölək kosinus alfa kimi. Kotangensi də kosinus alfa bölək sinus alfa kimi bərabərdir 3. Ortaq məxrəci gətirəndə sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa, burada sinus alfa, kosinus alfa bərabərdir 3. Sürət 1'dir. Burada da sinus alfa vuraq kosinus alfa bərabərdir 3'dür. 1 bölək sinus alfa, kosinus alfa da 3'dür. 7'nin də 3 çıxanda 4 edik. Deməli, 72'də doğru cavab 4'dür. Yaxşı. Keçirik növbəti sualımıza. 73'də görək. Nə soruşur? Deyir ki, sinus alfa çıxaq kosinus alfa bərabərdir 2 bölək kök altında 7 olarsa, 7'də kosinus 2 alfa kvadratı ifadəsinin qiymətini tapır. Kosinus 2 alfa kvadratı. Yaxşı. Onda bunun kvadrata yüksəldək. Sinus alfa çıxaq kosinus alfa kvadratı bərabərdir 7'də 4'dür. Onda sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa çıxaq 2 sinus alfa kosinus alfa bərabərdir 7'də 4'dür. Bu da 1 çıxaq. Bu deyilir sinus 2 alfa bərabərdir 7'də 4. Onda sinus 2 alfa bərabərdir 7'də 3 elədir. 1'dən 7'də 4 çıxandı. Çox gözəl. İndi buna baxaq. 49 kosinus kvadratı 2 alfa edir. Bu da bərabərdir. 49 vuraq 1 çıxaq sinus kvadratı 2 alfa. Bu da bərabərdir. 49 vuraq 1 çıxaq sinus kvadratı da 49'da 9 deməkdir.
O da bərabərdir. 49 vuraq 49-da 40 eləyir. Gedəndə cavab 40 elədi. Deməli, burada da doğru cavab 40-dır. Yaxşı, çox maraqlıdır. Baxaq 74-də ilk dəfə gördüyüm suallar uşaqlar. X birinci rübaitdir, yəni 0 1 bölü 4'tür. Buradan da verib ki 4 bölək sinus x bərabərdir. 2 kök altında 5 bölək kosinus x bərabərdir a olarsa a-nı tapın. Maraqlı sual. Çox maraqlı sual. Yaxşı. Sual poz vursaq. 4 belə deyək də 2 kök altında 5 sinus x bərabər 4 kosinus x edir. Düzdür. 2 kök altında 5 sinus x çıxaq 4 kosinus x bərabər 0'dır. Baxaq. A kvadrat b kub 20. 20 üstə gəlir 16. 36'ya bölə sürət mütəzir. 6'ya böləndə kök altında 5. Kök altında 5. Bölək 3 sinus x çıxaq 3'də 2 kosinus x bərabər 0'dır. Məsələn, biz bunu belə yaza bilərik də sinus x çıxaq alfa bərabərdir 0 şəklində, düzdür. Çıxaq alfa bərabər 0, sinus da birinci rübə aiddir. Çıxaq alfa bərabər x da birinci rübə aiddirsə və deməli onda bu x çıxaq alfa bərabər 0'dır, yəni x bərabərdir alfadır. X bərabər də alfadır. X bərabər də alfa nə deməkdir? Yəni, kosinus 0'dır da, kosinus x. Yəni, bu nə deməkdir? X bərabər də alfa. Sıfırdırsa ikisi də sıfırdır. Yox. Kosinus x bərabərdir alfa. Bir dəqiqə. Valla bir qədər fərqli bir şey düşündüm burada. Deməli, bircə dəqiqə bu yol axıra getmədi. Ən maraqlısı, ən rahatı düşünürəm ki, dağılıma gəldi bir yoldur. Bax, bu yol olmalıdır. Bax, görürsünüzmü? 4 bölək sinus x bərabərdir a-dır. Buradan anlar ki, deməli sinus x bərabərdir 4 bölək a-dır. Eləcə də 2 kök altında 5 bölək kosinus x bərabərdir a-dır. Buradan da anlar ki, kosinus x bərabərdir 2 kök altında 5 bölək a-dır. Əsas trigonometriyə görə sinus kvadratı x üstə gələ kosinus kvadratı x bərabərdir 1. Yəni 16 bölək a kvadratı üstə gələk 12-də 20 bölək a kvadrat bərabərdir 1 eləyir. A kvadratı bərabərdir 36 eləyir. A bərabərdir plus minus 1 eləməlidir. Deməli, plus minus 1 mənfi 1 götürmür. Plus minus 6 eləməlidir. 6 mənfi 6'nı götürmürük. Niyə görə? Çünki birinci rübdə deyirsə hər ikisi müsbət olmalıdır. Ona görə də burada bizə dənə doğru cavab var, bərabərdir 6. 74'də doğru cavab 6 eləməlidir. Keçək növbəti sualımıza. Deməli, 75. 75-76 eyni tipdə suallardır. Eləcə də 77-78 hərəsindən birini yazaq. Belədir. Deyir ki,
75'te tangens alfa üstə gələk kotangens alfa bərabərdir 3 olarsa, onda tangens alfa üstə gələk kotangens alfanın kvadratı 9'dur. Bu isə qısa yazıram. Tangens kvadrat alfa üstə gələk kotangens kvadrat alfa üstə gələk 2 bərabər 9. Demək bu 7'dir. Bunu yadda saxlayırıq. Bunu da yadda saxlayırıq. Onda deməli tangens kubu alfa üstə gələk kotangens kubu alfa, bu tangens alfa üstə gələk kotangens alfa, vuraq tangens kvadratı alfa üstə gələk kotangens kvadratı alfa çıxaq. Tangens alfa kotangens alfa vuranda da 1 eləyir. Bu da bərabərdir. Bu eləyir 3 vuraq. 7 çıxaq 1. Bu da 3 vuraq 6, 18 eləyir uşaqlar. Mən düşünürəm ki, burada doğru cavab 18. Bu da 12 midir. 77'ye baxaq. 77'də deyir ki, P parametrinin hansı müsbət qiymətində alfa bucağı üçün sinus alfa, kosinus alfa deməli 8x bir dəqiqə 8x kvadratı çıxaq px çıxaq 3 bərabər 0 təninin kökləri olar. Yəni x1 bərabərdir sinus alfa, x2 də kosinus alfa olar. Yəni, çevrilmiş kvadrat tənliyə gətirəm. X kvadrat çıxaq p bölək 8x çıxaq 8'də 3 bərabər 0. Onda x1 üstə gələk x2 bərabərdir p bölək 8'dir. x1 vuraq x2 isə mənfi 8'də 3'dür. Yəni sinus alfa üstə gələk kosinus alfa bərabərdir p bölək 8 edir və sinus alfa kosinus alfadakı mənfi 8'də 3'dür. Onda birincini kvadrata yüksəldirəm. Sinus alfa üstə gələk kosinus alfa kvadratı bərabərdir. P kvadratı bölək 64 edir. Bu isə sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa üstə gələk 2 sinus alfa kosinus alfa bərabərdir. P kvadratı bölək 64 edir. Bu eləyib 1. Üstə gələk 2 vuraq, yanında çıxaq 2'yə vuranda 4'də 3 eləyir. Bərabərdir P kvadratı bölək 64. 4'də 1 bərabərdir P kvadratı bölək 64. Buradan alınır ki, P kvadratı bərabərdir 16. P müsbət qiyməti soruşur elə. Bəli, P bərabərdir 4. Doğru cavab 4'dür. Şuralar 78 də həmin tipdə sualdır. Yəni, uyğun yolla həll edə bilərsiniz. Sağ olun. Növbəti bölmələrdə görüşənə qədər.